Deməli, bugün sizlə keçirik feilin qrammatik məna növlərini. Uşaqların ən çox qarışdırdığı dərsdir bu dərs. Çünki bunların şəkilçiləri bir-birinə oxşuyur, mənaları bir-birinə oxşuyur. Qarışdırmamaq üçün nə edirik? Əvvəlcə yaxşıca qulaq asırıq və evdə də gedib yaxşıca oxuyuruq. Testlərdə də üzərindən bir dəfə keçəndə inşallah ki, qarışdırmayasınız. Feilin qrammatik məna növlərini əvvəlcə bizim başa düşməyimiz üçün bir neçə anlayışı bilməyimiz lazımdır. Bu anlayışlar birinci subyektdir. Subyekt anlayışını bilməliyik. Obyekt anlayışını bilməliyik. Obyekt. Və 3. Hərəkət. Hərəkət biz elə feil keçəndən deyirik ki, feil hərəkəti bildirən əsas nitq hissəsidir. Hərəkətin nə olduğunu bilirsiniz. Görülən iş, icra olunan iş nədir? Hərəkətdir. Subyekt həmin o işi görəndir. İşi kim icra edirsə, ona nə deyirlər? Subyekt deyirlər. İşi icra edən kimdir? Subyektdir. Və işin üzərində icra olunduğu əşya obyektdir. İş nəyin üzərində görülürsə, iş nəyin üzərində gedirsə, həmin əşya nə adlanır? Obyekt adlanır. İşin görüldüyü əşya. Bəli, o obyektdir. Deməli, uşaqlar, bəzən hərəkəti, yəni işi icra eləyən subyekt məlum olur. Bəzən iş cümlədə verilir, amma onu görəni vermirlər. Bu məhsul növü yaradır. Bəzən elə olur ki, hərəkət subyektin öz üzərində icra olunur. Subyekt hərəkəti icra eləyir, amma öz üzərində icra eləyir. Məsəl üçün, geyinmək, daranmaq, saçını daramaq mənasında, bəzənmək. Hərəkəti görür, amma öz üzərində görür. Bəzən elə olur ki, hərəkət qarşı-qarşıya icra olunur. Məsəl üçün, görüşmək. Sən məni görürsən, mən səni görürəm, biz görüşürük. Bu zaman qarşılıq birgəlik yaranır. Bəzən olur ki, birinci subyekt hərəkəti başqa subyektə icbari icra elətdirir. Bu icbar növü yaradır. Birinci subyekt hərəkəti özü yox, başqasına gördürəndə nəyi yaradır? İcbar növü yaradır. Yəni, uşaqlar, feilin qrammatik məna növləri hardan əmələ gəlir? Subyektin, obyektin və hərəkətin qarşılıqlı münasibətlərindən. Subyekt, obyekt və hərəkətin qarşılıqlı münasibətindən feilin qrammatik məna növləri əmələ gəlir. Subyekt nədir? İşi icra edən. Obyekt nədir? İşin görüldüyü əşya. Yəni, işin üzərində görüldüyü əşya obyekt. Hərəkət nədir? İş demək. İndi birinci başlayırıq məlum növdən. Məlum növ haqqında yazacaqlarımı əzbərləyirsiniz. Məlum növ adından da bildirildiyi kimi işi icra edən subyekt məlumdur. Məlum növün əsas xüsusiyyəti nədir? Məlum növün əsas xüsusiyyəti ondan ibarətdir ki, işi icra edən kim idi? Subyekt, düzdür? Məlum növdə subyekt bilinir. Ona görə də sənin üçün məlumdur. Məsələn, bir dənə nümunə deyək, iş görülsün. Yaşqın hamısını yazaq xüsusiyyətlərini. Xüsusi bir şəkilçisi yoxdur. O, burada yazaq. Bunun heç bir şəkilçisi yoxdur. Xüsusi. Şəkilçisi yoxdur. Əlavə olaraq deyə bilərəm ki, bütün sadə feillər məlum növ sayılır. Bütün sadə feillər məlum növdədir. O demək deyil, düzəltmə feil məlum olanmaz və yaxud mürəkkəb feil məlum ola bilməz. Onlar da ola bilər. Amma sadələrin hamısı məlumdadır. Düzəltmələrin hamısı məlum deyil. Bəziləri məlumdur. Mürəkkəblərin hamısı məlum deyil. Bəziləri məlumdur. Amma sadələrin hamısı nədədir? Məlum növdədir. Yəni, sən harada sadə feil görəndə kök və şəkilçi yayıran. Deyəsən, məlum növdə, heç fikirləşməyəsən hansı növ olduğunu. Yaxşı, bütün sadə feillər məlum növdədir. Bura bir dənə şey əlavə eləməliyəm. İşi icra edən ya bilinir,
ya da bərpa edə bilirik. Nə deməkdir bərpa etmək? Baxacaq. Bərpa olunur. Belə yazaq. İndi gəl yazdıqlarımıza aid nümunə yazaq və məlum növü başa düşək. Məsəl üçün deyirəm ki, müəllim gecikənləri danladı. Burada uşaqlar, gəl elə bir subyekt, obyekt anlayışına hələ bir müzakirə eləyək. Danladı nədir? İşdir, subyekti yoxsa obyekti? İşdir. Danlamaq işdir. O işi kim icra eləyib? Müəllim. Düzdür? Deməli, müəllim nədir? Subyekt. Düzdür? Bəs iş kimin üzərində icra olunur? Gecikənlərin. Bunlar nədir? Bu da obyektdir. Başa düşdük subyekt, obyekt iş anlayışını. İş danlamaqdır. İşi kim görür? Müəllim. Yəni subyektdir. İş kimin üzərində icra olunur? Gecikənlərin. Deməli, o da obyektdir. Bəs məlum danlamaq feilini biz nə bilək ki, məlum növdədir? Yazdıqlarımızı icra eləyək. Birinci kök və şəkil çağırırıq. Danlamaq sözünün kökü danladı. Bu sadə feildir. Bu görsən, bütün sadə feillər məlum növdədir. Gördün? Bunu ödədi? Ödədi. Əlavə olaraq danladı işini icra eləyən məlumdur. Bilirik də biz o işi kim icra edib? Müəllim. Bu da işi icra eləyən məlumdur, bəli. Görsən, 2 dənə sənin qaydanı ödədi. Xüsusi şəkilçisi var feildə. Xüsusi heç bir şəkilçisi yoxdur. Deməli, bu feil nədir? Məlum növdədir. Və yaxud da uşaq qonaqları görəndə ağladı ya da gülümsədi, fərqi yoxdur. Gülümsədi. Gülümsədi feilini biz nə bilək ki, məlum növdədir? Gəl yazdıqlarımıza baxaq. Gülümsədi sənin işindir, düzdür? İşi kim icra eləyib? Uşaq. Yəni, uşaq nədir? Subyekt. Gülümsədi nədir? Hərəkət, düzdür? Bu hərəkətdir. Onu icra eləyəndə sən uşaqdır, düzdür? Hərəkətin icrasını kim yerinə yetirdiyi bilinir. Yəni, məlumdur. Xüsusi heç bir şəkilçisi yoxdur ki, kök və şəkilçi yaraq gülümsədini. Gül sözün kökü, imsədi. Xüsusi heç bir şəkilçisi yoxdur. Bu bir dənə leksikdir, bir dənə də qrammatikdir. Xüsusi şəkilçi o deməkdir ki, həmin şəkilçi olmasa məlum növ düzəlmir. Elə bir şəkilçi yoxdur. Sözün özündə bir dənə leksik, bir dənə qrammatik şəkilçi var. Deməli, məlum növü şəkilçisi yoxdur. Bütün sadə feillər məlum növdədir. İndi bu sadə deyil, düzəltmə feildir. Amma yenə də işi icra eləyən məlum olduğuna görə biz onu nə deyirik? Məlum növ deyirik. Gəl bir dənə də bərpa olunan məlum növ yazaq. Deyirəm ki, dərslərimizi yaxşı oxuyuruq. Yaxşı oxuyuruq. Belə bir cümlə yazaq. Dərslərimizi yaxşı oxuyuruq. Mən burada deyirəm ki, yaxşı oxuyuruq bizim işimizdir, düzdür? Yaxşı oxuyan kimdir? Bərpa eləyə bilərsən? Yaxşı oxuyuruq. Kim? Biz şəxs sonluğu ıq4 varianta baxıb, ıq4 variant şəxs sonluğuna baxıb, biz dərslərimizi yaxşı oxuyuruq şəklində biz subyektini mübtədəyə bərpa eləməyimiz mümkündür. Digərlərini bərpa eləyə bilərik. Mən dərslərimi yaxşı oxuyuruq. Sən dərslərimi yaxşı oxuyuruq. Görsən, o birlər bərpa olunmur. Deməli, şəxs sonluğuna baxıb, biz əvəzliyini cümləyə bərpa etməyimiz mümkündür. Yəni, oxuyuruq hərəkətini, işini kim icra edir? Biz cümlədə verilsə də, verilməsə də, bərpa olunur deyə, yenə də biz onu nə sayırıq? Məlum növ sayırıq. Bax, burada yazmışıq ki, işi icra eləyən ya bilinir, yəni cümlədə var, ya da bərpa olunur. Burada mən bunu bərpa elədim. Dərslərimizi yaxşı oxuyuruq. Yəni kim? Biz. Deyirəm ki, məktəbə gedirsiniz, məktəbə hazırlaşırsınız. Bax, burada hazırlaşırsınız, feildir, düzdür, işi icra kim eləyir? Siz. Hazırlaşırsınız. Kim? Siz. Şəxs sonluğuna baxaraq hərəkətin mübtədasını bərpa etmək mümkündür. Hansı mübtədalarla? Mən, sən, o, biz, siz və onlar mübtədasından bərpa eləyə bilirsənsə, deməli həmin feildə nədir? Məlum növdədir. Deyirəm ki,
Əslində yaxşı oxuyurlar, amma imtahanda az bal topladılar. Bunu bərpa edə bilərsən? Yaxşı oxuyurlar. Kim? Onlar. Onlar əslində yaxşı oxuyurlar, amma imtahanda az bal topladılar. Görsəm, onlar mübtədasını cümlədə verməsə belə bərpa etmək mümkündürsə, həmin feillə nə deyəsən? Məlum növ deyəsən. Deməli, məlum növdə olan feillər necə feillərdir? Təkrar edirəm. İşi icra eləyən bilinir. İşi icra eləyən bilinir. Ya da bərpa eləyən bilirik. Xüsusi şəkilçisi yoxdur. Bütün sadə feillər məlum növdədir. Amma düzəltmədə mürəkkəb feillər də məlum növdə ola bilərlər. Sadəcə sadə feillər heç biri başqa növdə ola bilməz. Məlum növ bildik? Bildik. İndi gəlirik məhsul növə. Məhsul növdə adından yenə məlum olduğu kimi işi icra eləyən ya naməlumdur, bilinmir.